Hər birinizə salamlar. Bugün danışacağım mövzu imtahan bitdi, bəs biz ixtisas seçimi mərhələsinə gəldik. İxtisasımızı necə seçməliyik? Bununla bağlı öz şəxsi təcrübələrimi, ümumiyyətlə bir növ müşahidələrim əsasında bəzi fikirlərimi bildirmək istəyirəm. Bunu bilməlisən ki, peşə seçimi olduqca çətin bir seçimdir və yəni həyatımıza düşünürəm ki, çox-çox önəmli məqamlardan biridir. Çünki bu düşün ki, yəni ən azından ömürlük olmasa belə uzun bir müddət, müəyyən bir müddət eyni bir peşədə qalmaq deməkdir və orada inkişaf etmək, həqiqətən də yəni özünü doğrulda bilməkdir müəyyən mənada. Və burada bizim öz bacarıqlarımızı bilməyimiz, özümüzü bilməyimiz çox önəmlidir. Bunu deməliyəm ki, əmək bazarı çox-çox sürətlə inkişaf etdiyindən bəzi ixtisaslar var ki, onlar müəyyən müddət sonra artıq sıradan çıxar və sıradan çıxmağa başlayacaq böyük ehtimal ki, ona görə də ixtisas seçimində mütləq şəkildə əgər imkanın varsa, mentor dəstəyi almağını tövsiyə edərdim ki, həqiqətən də gələcək bir 10-15 il ərzində əmək bazarına uyğun olar, yəni əmək bazarının tələbatlarına uyğun bir ixtisas seçimi eləyəsən. Bu sənin həm bir növ uğur əldə etməyin üçün, həm də ki, o axtarılan bir növ insanlardan biri olmağın üçün çox önəmlidir. Burada biraz universitet gözləntilərindən danışmaq istəyirəm. Ki, mən özüm qəbul olduqda gözləyirdim ki, çox-çox yəni universitet təhsili daha yaxşıdır və universitet təhsili mənim istədiklərimi mənə verəcək, mənə qatacaq. Amma təəssüf ki, heç də elə olmadı və təəssüf ki, Azərbaycanda çox da prestijli görünən universitetlər də əslində çox da yaxşı təhsil verə bilmir. Yəni bir növ təhsil səni peşəkar həyata, əmək bazarına, əməyə hazırlamır çox təəssüf ki. Ona görə də diqqət etməli olduğum məqamlar burada odur ki, imkanın varsa mütləq şəkildə universitet oxuyarkən təcrübə proqramlarına qatılasan, pullu və ya pulsuz fərq etmir. Mütləq şəkildə yəni könüllülük proqramlarına qatılmaqla özünü sınayasan, yoxlayasan ki, həqiqətən də mən bu peşədə özümü doğrulda biləcəmmi və ya da ki, mənim əksik, zəif yanlarım, tərəflərim nələrdir ki, mən bunları inkişaf etdirim. Və burada bunu deməliyəm ki, heç bir halda yəni səssiz qalmaq, bəlkə də sən çox böyük potensialın var, yəni bacarıqların var, amma çox səssiz qalmaqla, kənarda qalmaqla düşünürsən ki, kimsə tərəfindən kəşf olunacaqsan, amma təəssüf ki, bu belə deyil. Çünki insanlar yəni bir növ yəni heç kim falçı deyil də, gözü ilə görərək nəyisə müəyyənləşdirsin ki, səndə hansı bacarıqlar var və sən onlara lazımsanmı, yoxsa yox. Çalış ki, networkingini genişləndir, yəni sosiallaşmağa çalış, ünsiyyət qur. Hətta özünü müxtəlif situasiyalara, müxtəlif yerlərə salmağa çalış ki, həqiqətən də özünü kəşf eləyəsən, özündə fərqli-fərqli bacarıqlara bir növ aşkar eləyəsən. Burada müəyyən qədər bəlkə də sosial fobiyan ola bilər, ünsiyyət qorxuların ola bilər. Bunlar onsuz üstünə getdikcə zamanın aşıla biləcək qorxulardır. Bundan yəni narahat olmayasan və 17-18 yaşda, 20'li yaşlarda bunların olması çox-çox normaldır. Çünki bizim böyüdüldüyümüz ailə bir növ belə deyək də tərbiyə modeli buna çox təəssüf ki, çox imkan vermir ki, biz özümüzü ifadə eləyək və çox rahatlıqla, yəni ki, sərbəst şəkildə özünü ifadə eləyəsən. Bir çox hallarda yəni bu imkan, şans verilmir. Əgər sənə verilibsə, nə xoş sənə ki, ümid edirəm ki, onlardan birisən. Amma verilməyibsə də bu heç bir halda o demək deyil ki, sən bunu inkişaf etdirə bilməzsən. Xeyr, heç bir ümumiyyətlə bütün qorxular, travmalar, hər şey sağaldıla biləcək, hər şey yəni bir növ aşıla biləcəkdir həyatda və gördüyün o kiçik və ya böyük problemlər də hər bir şeyin əslində həlli var və həlli tapıla bilər. Ona görə də səni başa düşəcək, həqiqətən sənə dəyər verəcək insanlar olacaq, bunu da biləsən. Ona görə də əgər sosial fobiyan olsa belə özünü ifadə etməkdən çəkinmə. Həqiqətən də
öz dəyərinin fərqində olan insanlar insana dəyər verməyi bilirlər. Yəni dəyər verməyi bilməyən insanlar, səni bəlkə də ələ salan insanlar böyük ehtimal ki, özlərinə qarşıla bilədilər. Yəni bundan heç bir halda şübhə duyma. Və ixtisas seçimində bir növ məsləhət görəcəyim bəzi məqamlar var ki, onlar da sırf həqiqətən də öz iç səsinə, özünə uyğun olaraq peşə seçim və təbii ki, müəyyən qədər burada maddiyyat da çox önəmlidir ki, çünki əldə edəcəyin o əmək haqqı da səni müəyyən qədər motivasiya edəcək və bu da çox-çox normaldır əslində. Yəni düşünmə ki, mən pulsuz işləyərəm və ya da ki, yəni az maaşlı bir işdə işləmək müəyyən bir müddət üçün hər birimiz üçün okey ola bilər. Amma müəyyən bir dövrdən sonra isə təbii ki, bu okey deyil. Çünki hər birimizin ehtiyacları, tələbatları var və bir növ günü-gündən də müəyyən qədər qiymətlərdə də, yəni bir növ qalxmalar olur, yüksəlmələr olur və bunlar da çox normaldır ki, sən də istəyirsən ki, yəni normal insanlar kimi ən azından sənin təbii ehtiyaclarını ödəyəsən və bu çox da insanidir, yəni. Və ona görə də ətrafın qərarlarına görə yox, ətrafın dediklərinə görə yox, daha çox özünə uyğun olan ixtisası seçməyə çalış. Və bu ixtisas seçimində düşünmə ki, yəni 4 il oxudum, bitirdim və daha sonra bu işdə ömür boyu davam edəcəm. Yox, yəni ixtisas dəyişikliyinə hər zaman hazır ol, çünki həm günü-gündən inkişaf edən dünyamız, həm də ki, sənin inkişafın bəlkə də bir növ daha yeniliklər istəyə bilər, yeniliklər tələb edə bilər və bu çox normaldır. Ona görə də yeniliklərə hazır ol və hər zaman yenilikliyə bir növ cəhd göstər, çalış və çalışdıqdan sonra təbii ki, sən bir yerlərdə görüləcəksən, bir yerlərdə həqiqətən sənin dəyərin, o qiymətin veriləcək. Çox təəssüf ki, Azərbaycanda belə bir algı var ki, mənim daydayım yoxdur, mənim arxam yoxdur, mənim kimsəm yoxdur və mən qabağa gedə bilməyəcəm. Belə bir şey yoxdur. İstəyən, çalışan insan mütləq şəkildə qabağa gedə bilir və bir çox insanlar var ki, həqiqətən də öz gücünə bu yolu gedə biliblər, öz işlərini qura biliblər. Demək ki, ən azından bir nəfər varsa belə, bu bir növ o tabunu qıra bilibsə, sən də bunu eləyə bilərsən. Yəni heç bir halda ətrafın səsi və sözünə görə motivasiyadan düşmə. İnancın və sevgin hər nədirsə, hər nəyədirsə, ora yönəl və orada mütləq ki, bərəkətlənmə olacaq. Orada mütləq ki, nə vaxtsa görüləcəksən. Yəni buna əmin ola bilərsən.